Vaxtınız xeyir olsun. Kia Optima'da 2.4 motor. Alışdırma şamları dəyişəcək. Alışdırma şamları üzərində qeyd olunur. Yeni alışdırma şamlarının sıxılma dərəcəsi 25-30 Nm olur. Bunu yəni əgər açar yoxdursa, əlinizdə Nm yoxdursa, onu adi açarla da neçə dərəcə sıxılmalıdır onu göstərəcəm. Köhnə sveça ilə yeni sveçanın arasında yəni sıxılması fərq eləyir. Çünki burada köhnədə artıq burada kompressiya şaibası sıxılıb deyə bunun sıxılma dərəcəsi fərqli olur. Amma təzədə sıxılmadığından daha çox biraz sıxılır. Köhnədə məsələn açırsansa, əgər yoxlayırsansa sveçanın vəziyyətini, belə əllə sıxırsan bunu, belə köhnəni. Burada artıq sıxdın və gelmir əllə. Burada 30 dərəcə, yəni 30 dərəcə kompressiya şaibası sıxıldığından 30 dərəcə sıxırsan kifayət eləyir. Bu isə yeni alışdırma şamıdır. Dinamometrik açarla 25-30 Nm-dur. Belə əllə sıxılanda 180-200 dərəcə olur. Bir dənə Bosch firmasından başqa, Bosch firmasında 90 dərəcə ilə sıxılır. Bu əllə sıxıldı. Bu əllə belə sıxılır 180 dərəcə. Vəssalam. Bu qədər sıxılmağa kifayət edir. Yəni əlinizdə Nm açar yoxdursa, bunun sıxılma dərəcəsi belədir. Bu qədərdir. İndi o birisi şamları da elə bu vəziyyətdə belə bağlayacağıq. Bu qədər.